Akif'in ağı mənim böyük kardeşlerimden biridir. Saide Hanım iddia sürür ki 4-5 kardeş olmuşsuz, vuruşmamışsınız. Əvvəla Saide Hanım bu informasiya kim verirsə çox səhv verib. Saide Hanım indi askırıb, oyanıb, haberine yok. Müharibə vaxtı hardaydınız, niye danışmırdınız, problemləri niye işlandırmırdınız? Ben 836. batalyonda Abrevent özünü müdafiə batalyonda döyüşlərdə iştirak eləmişəm. Çıldıran, Mehmana, Ağdərə, Qalayçılar kəndində. Komandirim də Allah'a şükür sağ-salamat dindi. Hüseyin Vəliyev Heydər Əliyev tərəfindən mükafat almış, ordinə təqdim olunmuş bir insandır. Döyüş yoldaşlarına məni yaxşı tanıyır. Akif'in deyirsiniz, niye vuruşmamışsınız? Hələ bir işi bacarmalıdır. Yazısı yazısılığını eləyir, alim alimliğini eləyir. Döyüşən də döyüşkənini eləyir, traktör sıra traktör sürür. Hələ bir işi bacarır, o işlə də məşğuldur. Saide Hanım adını ucuzlaştırmayın. Çıxmışsınız sonra qara yola qışqıra danışırsınız. Ayıbdır size, ayıp olsun size. Azerbaycan'ın binlerden problemi var. Eğer hüneriniz varsa onlar hakkında danışın. Her bir biletimi de hemen gösteririm size. Bakabilirsiniz, lazım olur. Siz onu hemen böyle jivoyunuza veririm, bakarsınız. Harada olmuşam. Komandirimin adı, Qərargah reisinin adı. Hakim abinin bir səhvi var ki, sizin kimlərə baş koşur. Ben onu qınayıram, kardeş kimi. Çünkü agresiye həmişə agresiye kimi cevap verilir. O lazım değil ona. Onun ne savadına, ne tuttuğu mövqeyə yanaşmaz. Ki çıxsın sizin kimilərlə orada söz davasına girsin. Yenə deyirəm, hər bir biletimi məndədir, göstərə bilərəm sizə. Liboy yerdə, Liboy vaxtı mən onu sizə göstərərəm, istəsəniz. Bu qədər.